Yavaştan başlayaq. Mədəni, xoş gəldin bir Tamam. daha. Çox sağ ol dəvətimizi qəbul etdiyin üçün. Mövzumuz 4 aprel olan forumla bağlıdır. Prezentasiyalar necə hazırlanır? Mədinə xanım özü jüri heyətindəndir. Jürilər barədə yaxın post paylaşacağıq. Mədinə xanım hal-hazırda ADA Universitetində Kənd Təsərrüfatı və Qida fakültəsində professor yardımçısı olaraq çalışır. Buyur Mədinə, söz səndədir. Hamımız qulaq asın. Herkese selamlar. Bugünkü prezentasiya elmi araştırmaların təqdimatının hazırlanması prosesidir. Ümumi olaraq çox dərin məlumat verməyə çalışacağım ki, hər kəsə aydın olsun. İlk növbədə e, başlamazdan əvvəl təqdimatın məqsədi müəyyən edilməlidir. Məqsədi müəyyən edildikdən sonra artıq sizin təqdimatınızın fokusu və effektivliyi artacaq. Məqsədinizi qeyd etdikdən sonra elmi tədqiqatın strukturu formalaşmağa başlayacaq. Bununla da artıq baxacaqsınız ki, siz hansı bir auditoriuma necə bir şəkildə onu formalaşdıracaqsınız. Misal gətirimlə təqdimatın məqsədi nədir? İki cür ola bilər. Mən məsəl üçün elmi məqalələri dərs demək üçün istifadə edirəm. Onda məqsəd öyrətmək olur. Burada daha çox ədəbi icmal review paperlərdən istifadə olunur. Ədəbi icmal mövzuları haqqında ümumiyyətlə məlumat strukturlu halda təqdim olunur. Sub mövzular təqdim olunur və o həmin mövzulardan ortaya çıxan, araşdırmaya açıq olan elmi problemlər və onun müzakirəsi. Və ya ikinci növ məqsəd ola bilər ki, siz elmi tədqiqat nəticələrini bölüşürsünüz, hansısa bir konfransa gedirsiniz və ya hansısa bir alimin elmi tədqiqatın nəticələrini bölüşürsünüz. Burada artıq sizdə başlayır konfrans seçimi, bizim 4 apreldə olan misal gətirək. Konfransda tədqiqatçıların kim olduqları çox vacibdir. Buna gələcək slaydlarda baxacağıq və təşkilatçılar da çox vacibdir. Yəni, baxmaq lazımdır, bu bizim konfransa, bizim belə deyim, təqdimatlara aid deyil, amma ki, böyük bir elmi konfranslar seçəcəksinizsə, orada vacib olacaq. Çünki beynəlxalq adlarla bəzən də lazım olmayan konfranslar da təşkil olunur, vaxt itkisidir, ona fikir vermək lazımdır. Ona görə də keyfiyyəti konfransın kəmiyyətindən daha vacibdir. Konfransa ilk növbədə xülasə təqdim olunur və bu xülasə seçilmiş konfransa uyğun şəkildə hazırlanır. Orada onların web saytında bildirilir necə olmalıdır. Ümumən, mən British Society for Nanomedicine'in abstract submission haqqında abstraktlar necə olur? Ümumi giriş olaraq mövzuya çox qısaca giriş verilir, introduction hissəsi var. Ondan sonra mövzuların, məsəl üçün, hansı mövzular çərçivəsində araşdırmalar açıq suallar ortaya çıxır, onu qeyd edirik, amma çox qısa halda olur bu. Materiallar və metodlar, bu da qısa xülasə, çünki 500 ümumi olaraq bir səhifə olmalıdır və orada nəticələrin qrafiklərini də siz qeyd etməlisiniz. Nəticələr, müzakirələr, bu yenə də çox qısa bir paraqraf, sonra isə yekun ifadələr və referanslar qeyd olunur. Bununla da siz konferansa göndərirsiniz abstract submission hissəsinə. Bu həm poster üçün də eyni şəkildə olur. Sonra seçilirsiniz posterə və ya təqdimata. İlkin addım, məsələn, siz hansısa bir alimin elmi araşdırmasını seçmişsinizsə, ilkin addım elmi araşdırma ilə tanış olmaqdır. İlk növbədə ümumən oxumaq, məsləhət görürəm. Ondan sonra isə elmi araşdırmanı oxuyub başa düşmək. Bu nə deməkdir? Burada artıq başlayırsınız xırdalıqlamağa, dərinliklərinə getməyə, analiz etməyə və
ümumən görəcəksiniz ki, çoxlarımız bunun şahididir ki, elmi məqalələr standart akademik struktura malikdirlər. Bunlar nədir? Xülasədir, abstrakt hissəsidir. Ümumi hər şeyin xülasəsi, giriş, materiallar, metodologiya, nəticələr, müzakirə, yekun ifadələr və referanslar. Ümumən də elmi tədqiqatların texniki strukturu da buna uyğun olur. Nə demək istəyirəm? Giriş hissəsi ümumi olaraq bu hissədə auditoriya nəyə görə araşdırmanın vacib olduğunu anlamalıdır. Ona görə də bu hissədə qeyd etdiyiniz mövzunun aktuallığıdır, problemin formalaşdırılmasıdır. Yəni tədqiqat sualın formalaşdırılmasıdır, tədqiqatın məqsədinin bildirilməsidir və hipotezlərinizdir. Hipotezlər burada əgər öz araşdırmalarınızdırsa, orada əsasən də, xüsusən də bunlara fikir veriləcək. Çünki hipotezlərə baxıb, sonra sizin nəticələri müzakirə edəcəklər ki, sizin hipotez suallarınıza cavab olubmu, ya qarşılayırmı? Aldığınız nəticələr bu hipotezlərinizi. Sonra mövzu üzərində əvvəlki araşdırmalar haqqında qeyd edirsiniz. Bu sizin araşdırmanızın elmdə hansı kontekstdə olduğunu və hansı yerdə olduğunu bildirir. Əsasən də multidisiplinar bir konferansa gedirsinizsə, oradakilərə bildirməlisiniz. Ümumiyyətlə, araşdırmanızın əvvəlki mövzuları nədir, sizin əsas nəzəriyyələr nədir və göstərdiyiniz mövcud boşluqlar nələrdir. Və buradan artıq keçəcəksiniz materiallar və metodologiya hissəsinə. Bu hissədə tədqiqatınızı necə apardığınızı izah edirsiniz və ya başqa bir alimin bir elmi işidirsə, bu hissədə tədqiqat necə aparıldı həmin alim tərəfindən və ya hansı bir icmalı göstərirsinizsə, onun haqqında bir təqdimat hazırlayırsınızsa, onda oradakı icmalda istifadə olunan metodologiyalar, çünki orada da cədvəllər olacaq və o cədvəlləri alma metodologiyası, onlar necə onları əldə ediblər. Bu hissədə bildirilir və qeyd edirsiniz, tədqiqatın dizaynı nə idi? Aydın və təkrar edilə bilən şəkildə olmalıdır. İstifadə olunan bütün metodlar, nümunələr nələrdir? Alətlər, avadanlıqlar, məlumatları necə toplamısınız, hansı üsullarla toplamısınız və statistik analizlərinizi nə cür aparmışsınız ki, sizin auditoriya baxsın, görsün ki, siz bunu düzgün etmişsiniz ya yanlış etmişsiniz. Buna uyğun da sizə irəlidə suallar yollayacaqlar, suallar verəcəklər və nəticələr hissəsi olmalıdır. Bu hissədə tədqiqatın əsas nəticələri təqdim edilir. Əsas nəticələri deyirəm, çünki bəzən araşdırmalar çox uzun olur və siz hansı suala uyğun məqsəd burada ortaya çıxır. Hansı məqsədlə siz bu araşdırmanı auditoriyuma çatdırırsınız və auditoriya hansı auditoriyadır? Burada artıq onun üzərində əsas nəticələri seçəcəksiniz və təqdim edəcəksiniz. Bu nəticələr qrafiklər, cədvəllər, şəkillər, diaqramlar şəklində olur və çox slaydlar sadə olmalıdır. Fikir vermişəm çox vaxtı bizim çox universitetlərdə dərs keçəndə saytları çox, belə deyim, çox məlumatlar qoyurlar bir slaytlarda və oradan baş çıxartmaq çox çətin olur və çox qısa vaxt ərzində insan yorulur buna görə. Və fikirləşin ki, siz getmişsiniz, orada yüzlərcə alimin çıxışı olacaq, sizin slaytlarınız çox mürəkkəbdir, heç kim onu oxumayacaq və çox yorucu olduğu üçün qulaq da asmayacaqlar. Yəni, müzakirə hissəsinə gəlirik. Bu hissədə nəticələriniz interpretasiya olunur və qeyd edirsiniz. Nəticələr nəyi göstərir? Əvvəlki araşdırmalarla uyğunluqları nədir? Fərqlər nədir? Tədqiqatın məhdudiyyətləri nədir? Və buradan sonra artıq siz tövsiyələr də verə bilərsiniz. Ümumən qeyd edirsiniz araşdırmanın nəticələrini, praktiki əhəmiyyəti, nəticələri yenə əsas nəticələri. Çünki bu sizin ilk növbədə verdiyiniz suala cavab olan nəticələrin xülasəsi olmalıdır. Elmi tövsiyələriniz gələcək. Bu da yenə həmin o suala uyğun olaraq
olmalıdır və qısa şəkildə təqdim edilməlidir. Yormayasız deyə auditoriyanı. Gələcək araşdırmaların istiqamətləri həmin yenə də suala gedirsiniz. Yenidən o sualı ağlınızda həmişə tutun. Slaydlarınızı quranda yadınızda saxlayın hansı suallara cavab verir ki, verdiyiniz cavablar da ona uyğun olsun. Praktiki tətbiqləriniz və ümumiyyətlə həmin o verdiyiniz tətbiqlərin ümumən tövsiyələri, ümumi dünya üçün belə deyim, o ya da olduğunuz hansısa bir elmi hissə üçün, elmi topik üçün, field üçün tövsiyələri və referansları qeyd edirsiniz. Gəldiyi təqdimatın texniki strukturunu formalaşdıranda nələri fikirləşməyə ehtiyacımızın olduğunu. Məqsədimizi qeyd etdik öz ağlımızda və ya harda isə. Məqsədimiz nədir? Bizim məqsədimiz öyrətmək deyil, bizim məqsədimiz forum üçün elmi araşdırmanı çatdırmaqdır. Tamam, ona uyğun artıq biz fokusumuzu və təqdimatımızı effektiv hala gətirməyə çalışacağıq. Auditoriyamıza baxacağıq. Auditoriyamızı analiz edirik və burada sual yaranır. Auditoriyamız kimdir? Tələbələrdir, alimlərdir, yoxsa mütəxəssislərdir və ya ümumən multidisiplinar bir forumdur. Bu bizim təqdimatın fokus mərkəzini, diqqət mərkəzini dəyişəcək, buna uyğun formalaşdıracağıq və uğurlu təqdimatlarda xüsusən buna nəzər yetirilir. Məsəl üçün, bilməlisiniz ki, auditoriyanın mövzunuz haqqında nə qədər məlumatı var. Misal gətirək buna. Məsələn, auditoriyanın elmi səviyyəsi nədir? Mövzular ilə tanışlıq dərəcəsi nədir? Maraqları nədir və gözləntiləri nədir? Buna uyğun olaraq siz artıq verdiyiniz sualın cavablarını formalaşdıracaqsınız və təqdimatınızı formalaşdıracaqsınız. Auditoriyanızın əksəriyyəti kimlərdir? Nə üçün bu əhəmiyyətlidir? Niyə analiz edirik? Deyək ki, siz tələbələrə çatdırırsınız. Tələbələr üçün təqdimatın izahı dərin izah, belə deyim də, izahlı və vizual olmalıdır. Amma elmi tədqiqatların, konferanslarda əgər çıxışında qeyd edirsinizsə, burada artıq texniki və dərindən qeyd edirsiniz. Misal deyim, mövzu həkimlər və cərrahlar üçündürsə, orada spesifik bir fokusunuz olacaq. Nəticələrə baxanda xəstənin işi, pasiyentin nəticələri, fəsadlar, cərrahi üsullar və cərrahi fəsadlar və s. Misal üçün demişəm bunu. Tibbi ya həyat elmləri alimləridirsə, burada artıq in vitro, in vivo araşdırmalar, bioloji təhlillərin nəticələri, istifadə olunan materiallar, dərmanların bioloji təsirləri və s. Və ya deyək ki, siz material alimləri nə qeyd edirsiniz ya mühəndislərə qeyd edirsiniz. Burada artıq fokusu dəyişir və materialların fiziki xüsusiyyətlərinə və materialların möhkəmliyində fokusu dayandırırsınız və cavabları, təqdimatınızı, prezentasiyanızı ona fokuslayırsınız. Başqa bir sual odur ki, onların, yəni sizin bu verdiyiniz təqdimatı sizin üçün hansı nəticə verməsidir? Burada isə başlayır sizin mühazirə slaydlarınızın necə təsirli etməyinizi fikirləşməyiniz. Ümumi olaraq prinsip odur ki, elmi araşdırmalar bilirik ki, mürəkkəbdir. Və hər alimə uyğun olaraq onlar daha da özlərinə fokuslanır və mürəkkəbləşir. Ona görə də biz onu məlumatı sadə və aydın şəkildə izah etməliyik. Ümumən gördüyüm fokus belədir ki, çox qarışıq bir background seçilir, çox nəticə birdən-birə qeyd edilir. Bu, biraz da vaxt məhdudiyyətindən irəli gəlir, amma ona görə də biz ilk növbədə nə qeyd etdik? Biz əsas nəticələri qeyd edəcəyik. Bizə hər bir nəticə qeyd etmək ehtiyac yoxdur. Sizin çatdırdığınız o sual ya araşdırdığınız hipotezin məqsədi olan əsas sualı seçirik, əsas suala cavab olan nəticəni seçirik və onu qeyd edirik. Slaydların dizaynı
sadə fonda olmalıdır. Bu oxuna bilməlidir. Fikirləşin, yenə yüzlərlə alimin prezentasiyasını dinləyirsiniz. Gözləriniz yorulub, qulaqlarınız yorulub, özünüz yorğunsuz və bu çox sadə olmalıdır. Slaydların məqsədi qeyd olunmalıdır. Əsas da odur. İlk növbədə insanın gözünə dəyən slaydların məqsədi olmalıdır. Bu slaydı mən ora nə üçün qoymuşam? Məsəl üçün, bu slaydda slaydların dizayn prinsipləri kimi qeyd etmişəm. Və ya bir slaydın bir mövzu və ya sub mövzunu izah etməlidir. Bir mövzudan ya sub mövzudan artıq heç bir şey orada izah olunmamalıdır. Və ya bir nəticədən. O nəticə də yalnız vacib və əsas nəticənin məlumatları olmalıdır və aydın şəkildə göstərilməlidir. Şəkillər və nəticələr orijinal olmadıqda onların istinadlarının istifadəsinin hardan olduğunu da qeyd etməlisiniz. Əsas da beynəlxalq konfranslarda necə biz təsirli hala gətirə bilərik bizim slaydlarımızı sadəlik çox önəmlidir qeyd etdiyim kimi 10 dəqiqəlik, yəni bir slaydda maksimum 6-7 sətr olmalıdır. Çalışın olsa da bundan da az, yəni ümumən ancaq sizə verdiyim məlumatı qeyd edirsiniz və o sizə həm də kömək olan məlumatdır. O nəticəyə baxıb siz yadınıza salacaqsınız ki, siz bu slaydda nə danışacaqsınız. Və vizual elementlərdən istifadə edin. Qrafiklərdən, diaqramlardan, şəkillərdən və onlar aydın şəkildə çatdırmaq istədiyinizi göstərən qrafik olmalıdır. Ümumən bir qrafik göstərmək halına göstərməyin. Yəni, bu nəyisə izah etməlidir. Sizin orada yazdığınız slaydda qeyd etdiyiniz sətri ifadə edən bir vizual element olmalıdır və oxunacaq şriftlər olmalıdır. Adətən istifadə olunan nədir? Arialdır və s. Normalda Arial istifadə edirlər. Ümumiyyətlə qeyd olunur böyük ehtimal hansı konfransda hansı şrifti istədikləri və bunların ölçüləri normalda başlıqlar 32-44 arasında olmalıdır. Mətnlər isə 20 və 28 arasında olmalıdır. Çox böyük olduqda mətnlər artıq insanın gözü yorulur. Misal gətirin buna. Məsəl üçün, araşdırma ediblər. Mən iki növ materialı müqayisə edirəm. Malik olduğunu qeyd edirəm və yuxarıda başlıq olaraq mənim hansı nəticəyi qeyd etdiyimi qeyd etmişəm. Müxtəlif səthi örtüyə malik qızıl nanokristallarını qeyd etmişəm və onların hansı xassələrinin dəyişdirilib göstərildiyini və ona uyğun da qrafik seçmişəm transmission elektron mikroskopiyası nəticələri olaraq. Effektiv təqdimat üçün slaydlar oxunmalı halda olmalıdır. Yəni, nəzərə alın ki, siz çox mətn orada qeyd etsəz və o mətni özünüzə kömək üçün, oxumaq üçün qeyd etsəz, onu heç kim oxuya bilməyəcək və sizin özünüz də çatdıra bilməyəcəksiniz və çox maraqsız hala gəlir. Ona görə də slaydları çox sadə və özünüzə əsas məqsədi çatdıran formada etmək lazımdır və oxumayın. Çalışın ki, hazır olun, özünüzə qısa bir mesaj göndərilən yönlü halda saxlayın. Bunu bir neçə dəfə qeyd etdim, çünki əsas nöqtələrdən biridir. 10 dəqiqəlik təqdimat üçün maksimum 12 slayd, 14 slayd kifayətdir. Və 14-cü sonuncu slaydlardan biri də elə istifadə etdiyiniz istinadlar olur. Vaxtı idarə etməyə çalışın, hazırlaşın, aydın danışmaq, artikulyasiya çox önəmlidir. Sakit danışa bilərsiniz, sakit danışın, az məlumat çatdırın, öz məlumat çatdırın, amma aydın şəkildə çatdırın və elmi terminləri izah etməyə çalışın. Çünki fikirləşin ki, sizin olduğunuz yerdə forumda, konfransda hər bir insanın marağı başqadır. Sizin təqdimatlardan özlərinə uyğun bir məlumat götürməlidirlər ki, sonra gəlib sizə hansısa bir networking üçün, connection üçün yaxınlaşa bilsinlər. Onları izah etməsəz, onlar başa düşməyəcək və demək olar ki, siz bir connectionu, bir network'ü itirmiş olacaqsınız.
və auditoriya ilə əlaqə qurulmalıdır. Göz kontaktı önəmlidir. Misal üçün, mənim özüm burada bəzən insanın fokusu bir yerdə olanda çalışır ki, narahatçılığını yoxa çıxartsın və slaytlarda olan məlumatları düzgün çatdırsın və s. Bunun əhatəsində, bunun hissində insan göz kontaktı qurmağı yadından çıxardır və e, hər kəslə qurmağı yadından çıxartır. Normalda bir sağ tərəfə baxırıq, ya bir nöqtəyə fokuslanırıq, ya ortaya baxırıq, ya sola baxırıq. Çalışın ki, gözünüzü hər bir nöqtəyə fokuslandırasınız bəlirli bir zamanlarda ki, auditoriya bilsin və siz onlara baxdıqda onlar artıq hiss edəcəklər ki, sizin onlara marağınız var. Onların sizə qulaq asmaqlarında marağı var və artıq fokusları itmiş də olsa 5-ci, 6-cı dəqiqədən sonra sizə geri qayıdacaq. Və burada sualları istifadə etmək çox effektlidir. Bu auditoriyanı oyadır və sizə hətta o auditoriya haqqında məlumat da verir. Sizin bir maraqlı sualınız varsa, ya hansısa bir məlumat almaq istəyirsə, məsələn, auditoriyanın hansı backgrounddan olduğunu, hansı fielddən olduğunu bilmək istəyirsiniz, bunu onlara verə bilərsiniz və o auditoriya haqqında məlumat ala bilərsiniz və fokusunuzu dəyişdirməyi bacarmalısınız. Elmi tədqiqatın tipik slayd strukturları olur. Bu başlıq slaydıdır, mövzunun aktuallığıdır, təqdimat probleminin qeyd edilməsidir, tədqiqatın probleminin qeyd edilməsidir, tədqiqatın məqsədidir, ədəbi icmaldan aldığınız, məsəl üçün, hansı araşdırmalar əvvəlcədən qeyd olunubdur və oradan çıxan ümumi problemlər, hansını ki, siz həll etməyə çalışırsınız, burada qeyd edirsiniz onu. Bu biraz məqsədlə üst-üstə düşür. Metodologiya, nəticə və müzakirə, mən bunları birlikdə qeyd etməyi sevirəm ardıcıllıqla. Çünki daha asan da olur. Məsələn, bir metodologiyanı qeyd edirsiniz, onun nəticələrini qeyd edirsiniz, ondan sonra artıq onun müzakirəsini edirsiniz. İkinci metodologiya, ikinci nəticə, ikinci müzakirə və bunları hipotez, birinci hipotez, ikinci hipotez, üçüncü hipotez şəklində mən bölməyi sevirəm və onlara uyğun olaraq artıq suallara cavabları da verirəm. Ümumi nəticə və tövsiyələr ədəbiyyatdan misal gətirərək deyə bilərsiniz ki, məsəl üçün, hal-hazırda bu yöndə araşdırmalar aparırım, mən öz yönümü bu yönə döndərmək istəyirəm və hansısa bir ədəbiyyatda olan elmi araşdırmalarla birləşdirib o yöndə fokusumu dəyişəcəm və hansısa bir yeni sual əmələ gəlib, o suallara cavab verəcəm və artıq auditoriyuma suallar üçün başvurursunuz ki, sualları varmı sizə və yaxud yoxdur. Ümumi olaraq misal gətirin buna. Elmi strukturu giriş ilə başlayırıq. Burada ədəbi icmaldan mövzunun ilə bağlı məlumatlar çox qısa və diaqramlardan istifadə etməyi məsləhət görürəm. Təsirini qeyd edirsiniz. Niyə aparmısınız araşdırmanı? Əvvəlki tədqiqatın nəticələri. Buna misal gətirin. Mənim öz araşdırmamı qeyd etməyi. Misal üçün, nanohissəciklərin hüceyrə ilə qarşılıqlı əlaqələri və nanohissəciyin hüceyrə qəbulunda uptake məsələsində zülal tacının vacib rolu. Burada nanotip nədir, nəyə öyrədir deyə ümumi məlumat verirəm. Buradan sonra nanodermanların nə olduğunu başa salıram. Əsasən də ümumi olaraq əgər fokusun multidisiplinar forumdursa, material haqqında danışıramsa, onu qeyd edirəm. Nanodərmanların çatdırılma sistemləri nələrdir və mən hansı çatdırılmaya müraciət edəcəm təqdimatım haqqında və ümumən mühəndislərlə bioloqlar arasında baxış açısında fərq nədir? Mən bunu material alimə, material şünasa çatdırıramsa, bioloqlara çatdırıramsa, onlar artıq burada onun fokusunu görürlər. Hansı tərəfdən baxış açısını görürlər, baxış açısını. Yəni, bilirlər də hansı tərəfdən danışacağım. Ümumən, interfeys haqqında danışıram. Yəni, dərmanın getdiyi bədəndəki
yol nədir? Çünki böyük ehtimal bunu nə bioloqların daha çox məlumatı olar, nə ki materialşünasların. Nanomateriallar necə bir yoldan keçir, bu yolda nələrə rast gəlir və mənim danışacağım problem hansı yerdə başlayır. Yəni nanohüceyrələrin hüceyrə ilə qarşılıqlı təsirində artıq mən zuval tacının rolu haqqında danışacağam. Problem nədir? Burada qeyd etdiyim kimi səthində olan şəxsiyyət dəyişikliyi, məsəl üçün hədəflənmiş dərmanın hədəfsiz hala gəlməsi və bu da zülalların birləşməsindən əmələ gəlir. Bu nə yaradır? Qeyri-spesifik çatdırılma, hansı ki toksiklik yaradır. Problem 3, fərdi xəstələrdə bunların istifadə edilməsində problem yaranır. Ümumi olaraq kliniki vasitə kimi o hala gətirilməsində yaradan problemi də qeyd edirəm və o problemin həllinin necə ola biləcəyi haqqında danışıram. Ondan sonra keçirəm o problemin belə deyim, hipotezlərimə və o problemləri bir-bir cavablandırmağa başlayıram. Qeyd etdiyim, mən burada çox sadə qeyd etmişəm, çünki bu tələbələr üçün nəzərdə tutulan bir prezentasiya idi. Araşdırma sualımı qeyd edirəm və yaxud ki, slaytda qeyd etdiyim kimi üçünü birdən birləşdirməyi sevirəm. Araşdırma sualı, birinci sualım, hansı ki birinci hipotezimin cavabı olaraq olacaq. İstifadə etdiyim metodlar və nəticələr. Misal üçün, necə bir metodologiyadan istifadə etmişəm qeyd edirəm və bir-bir onun o həmin metodologiyanı başa salıram. Materialın istehsalı, sintez metodu və bu sintez metodundan aldığım nəticə, transmission elektron mikroskopiya nəticələri. Ondan sonra ikinci araşdırma sualım, metod, nəticə, ikinci hipotezimin cavabı, məsələn, nanohissəciklərin zülallarla qarşılıqlı təsirində yaranan problemlər, bu problemlər düzdürmü və onların bəlirli bir proteinlərlə əlaqəsinin göstəricisi kimi bunu araşdırmışdım. Metodunu qeyd etmişəm, hansı avadanlıqdan istifadə etdiyimi qeyd etmişəm və avadanlıqdan çıxan nəticələri qeyd etmişəm, hansı ki, mənim üçün əsas nəticələrdir. Və ikinci sub hipotezimin cavabı olaraq züval tacının tərkibini müəyyən etmişəm, çünki burada o ilk növbədə göstərici ümumi olaraq belə deyim də, kəmiyyət əsaslı deyildi. Ona görə mən onu artıq kəmiyyət əsasına gətirmişəm. Daha çox keyfiyyətə baxmışdıq onda, formasına baxmışdıq. İndi isə orada olan zülalların adı və o zülalların sayına gəlirik. Bunda istifadə olunan avadanlıqlar və onu bir qrafik halında göstərmişəm. Üçüncü hipotezim, araşdırma sualı, metodu, nəticəsi eyni formada. Bu baxır sualınız nə qədər böyükdür, neçə dəqiqəlik bir prezentasiyanız var və orada da eyni şəkildə hüceyrələrlə olan əlaqəni araşdırmışam, 2 suala cavab vermişəm. Nanohissəciklərin hüceyrələr tərəfindən alınmasının görüntüsü, yəni hüceyrə daxilində onlar harda yerləşirlər? İkinci sualım isə onların miqdarı nə qədərdir? Onların kəmiyyətinin qeyd edilməsi. Burada iki başqa-başqa avadanlıqlar istifadə olunur və o avadanlıqlardan alınan cavablar keyfiyyət olaraq transmission elektron mikroskopiyasının şəkli qeyd olunur və elemental analiz olaraq, kəmiyyət olaraq isə ICP metodundan alınan cavablar qeyd olunur. Bundan sonra siz yekun nəticələrə gəlirsiniz, yekun ifadələrinizi qeyd edirsiniz. Burada araşdırma sualının cavabının ümumi məlumatı, ilk araşdırma sualının ilk hipotezin cavabı, ikincinin, üçüncünün və s. Nə qədər siz qeyd etmişsiniz, o baxır sizin tədqiqatlarınızın texniki strukturuna. Yekun ifadə verirsiniz burada, bayaq qeyd etdiyim kimi.
misal deyim, zülal tacı qızıl nanohissəciklərin fiziki xüsusiyyətlərinə təsir göstərir və e, bu təsir nədən irəli gəlir və sair və nəyi göstərir? Bu zülalın zülalın orada əlaqəsini göstərir və sair. Və gələcək tədqiqatlarda istiqaməti göstərirsiniz. Nəyi öyrənə bilərəm? Müxtəlif zulalların nanohissəciklərə təsirini öyrənə bilərəm. Mən birinci tədqiqatda tapmışam hansı zulallar orada əlaqəyə girir. O zulalların ayrı-ayrılıqda təsirini öyrənmək istəyirəm və bu yöndə aparacam tədqiqatımı. Ondan sonra isə onun müxtəlif xəstəliklərdə e, mənim nanodərmanıma, hədəfli nanodərmanıma təsirini öyrənəcəm və s. Və ümumi olaraq strukturunu belə qurmağı məsləhət görərdim. Əlbəttə ki, ayrı-ayrılıqda da qura bilərsiniz. Misal üçün, araşdırma sualını qeyd edib, sonra metodlu qeyd etməyi və nəticəni qeyd etməyi. Amma çalışın ki, hər bir slayd ancaq bir araşdırma sualına cavab versin, bir metodu göstərsin və əsas nəticəni göstərsin. Və bunu hipotezlərə və ya ayrı-ayrı hipotezlərə bölün, aydın şəkildə qeyd edin, çox slaydlarınızı doldurmayın. Məlumat aydın şəkildə çatmalıdır. Bugünlük məndən bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm. Suallarınız varsa böyük məmnuniyyətlə cavablayaram. Sağ ol Mədinə. Bu webinar əslində hava su kimi lazımdır. Bu forumda çıxış edənlər üçün. Biz bunu YouTube'da da paylaşacağıq. Axırda ediciyə məcburidir. Kim çıxış eləmək istəyir bu videoya baxsın. Çox sağ ol həqiqətən. İndi kiminsə sualı varsa chatda yaza bilər, ya səsini açıb deyə bilər. O vaxta qədər qeydiyyat vaxtı yazılan suallardan oxumaq istəyirdim. Hı -hı. Belə bir texniki sual var. PowerPoint-də morf keçidi ilə keçidə daha çox üstünlük verilir və təqdimatda nə dərəcədə köməklik göstərir? Necə? Nə keçidi ilə? Morf keçidi. Morf bığı yazılır. Ümumiyyətlə keçidlər nə dərəcədə önəmlidir slayd? Ümumiyyətlə keçidlər dedikdə bir mövzudan başqa mövzuda qeyd edirsiniz, yoxsa ümumiyyətlə Yox, slaydlar arası bəzən o qəribə keçidlər və sair olur. Yəqin ki, o barədə soruşur. yəni fırlanan ya Hə, fırlanan. hə. Düzü bilmədim morf keçidi nədir? Mən də bilmədim. Hə, Ə, Yəqin ki, spesifik bir keçiddir. Əgər burdadırsa həmin sualı verən şəxs qeyd edə bilər. Amma ki, məsləhət görmürəm. Çox ilk növbədə vaxtınız olmayacaq keçidləri yaratmağa və fikirləşin ki, nə qədər mürəkkəb keçidlər yaradırsınız, nə qədər mürəkkəblik ora yazırsınız, əlavə edirsiniz, o qədər onu idarə etmə çətinləşir. Və 10 dəqiqə ərzində onu həm siz həyəcanlı olursunuz, o idarə etmədə bir nəsə qarışıq olanda artıq hər şey qarışır. Və siz onu yaşamamaq üçün çox sadə, keçidsiz bir belə deyim, prezentasiyadan, təqdimatdan istifadə edirsiniz. Mən görməmişəm. Mən indiyə kimi demək olar ki, nə bilim, bir 50-yə yaxın konfransa getmişəm və heç bir konfransda keçidlərdən istifadə edilməyib. Sadəcə onu tələbələrə çatdıranda müəllimlər belə maraq yaratmaq üçün ya qəşəngləşdirmək üçün belə deyim, luring metodu kimi istifadə edir, amma belə tək konfranslarda nadir halda. çox sağ ol. Başqa bir sual. Şəkilləri süni intellektlə yaratmaq barədə soruşurlar. Bu barədə fikirlərini. Mən yoxlayanda süni intellektin şəkil yaratmağını belə
problemlər texniki olaraq səhv bəzən yaradır. Yəni əgər düzgün halda çox sadə bir şəkil yarada bilirsinizsə, qanunları indiki halda yoxlamamışam, amma biz istifadə edəndə onda hələ bir qanun yox idi ki, siz süni intellektin yaratdığı şəkildən istifadə, yəni copyright məsələsi. Ə, Və ya qeyd edə bilərsiniz ki, yəni şəkillər süni intellektdə yaradılıb, amma konfranslara gedirsinizsə, ə, məsələn tələbələrə göstərirsinizsə, orada bir dərin bir texniki bir problem olsa, onu tələbələr görmə halı çox nadir ola bilər. Çünki siz onlara öyrədirsiniz də, öyrədən sizsiniz. Amma və onlara ağlında bir səhv bir izah kimi də göstərə bilərsiniz vizual halını. Amma texniki bir yerdə, elmi konfransda ona diqqət edilməlidir. Yəni bir şəkli analiz etməlisiniz. Əgər dediyiniz hər şey düzgün halda çatdırırsa, onda məncə istifadə etməkdə bir problem görmürəm. Əsasən də qeyd etsəz ki, bu yaradılıb, bu istifadə edilib və s. Belə bir sual da var. Sual-cavab mərhələsində çətin və ya provokativ suallara necə reaksiya verilməli? Əsasən bu yöndə güc e, təqdimatı aparanda olur. Əsas istifadə edilən metodlar yönləndirmə metodudur. Məsəl üçün sizin verdiyiniz cavab o cavaba e, dəqiq, yəni o suala dəqiq cavab olmasa da siz o insanı yönləndirə bilirsiniz. Məsələn, onu elə yönləndirirsiniz ki, sizin həm bildiyiniz mövzudan olur, həm bildiyiniz işlərdən olur, həm də ki, onların dediyi provokasiyaya cavab vermiş olmursunuz. Daha loru dilində desəm, diplomatik şəkildə onları yola verirsiniz. E, Belə bir sual da var. Sizcə prezentasiyanın uğursuz olması əksərən təqdim olunan mövzu ilə bağlı olur, yoxsa təqdimatçının qabiliyyəti ilə bunu necə bilmək olar ki, düzəliş etmək mümkün olsun? Normalda hər ikisi də ola bilər. Məsəl üçün, əgər hardan bilə bilərsiniz? Reaksiya olmayanda, auditoriyadan reaksiya olmayanda ya siz mürəkkəb şəkildə çatdırmısınız, ya ümumiyyətlə çatdırmamısınız. Normalda axırda son halda suallar gəldikdə siz artıq bilirsiniz ki, azdan çoxdan siz nəsə çatdırmısınız. Ümumiyyətlə bütün təqdimatçılarda narahatçılıq olur və istər-istəməz bəzilərində olmasa da, yəni baxır nə qədər hazırlaşmısınız və insanın o xüsusiyyətlərinə də gəlir də. Siz ümumiyyətlə narahat olan bir insansızsa, mən məsəl üçün nə qədər də prezentasiyalarda olsam, ilk öndə o ən azı bir 5-10 dəqiqəsində özümü narahat hiss edirəm və səsimdə o titrəşimi hiss edirəm həmişə. Onun üzərində nə qədər işləsəm də belə yenə də hiss olunur o. O təqdimatçının özündən də asılıdır. O problem deyil. Nə mənada? Əgər siz çatdırdığınız sözü yenə də çatdırırsınızsa və sadə şəkildə çatdırırsınızsa, bu çox problematik olanda necə ola bilər? Yəni siz sözləri bir-bir deyirsiniz və o sözlər ümumiyyətlə disleksik şəkildə bir-birinə uyğun deyil və heç bir şey çatdıra bilmirsiniz. Bu çox nadir halda baş verir. Belə bir şey indiyə kimi rast gəlməyib mənə. Və ya əgər donursunuzsa, o da normaldır. Mən bəzən tələbələrə deyirəm ki, nəsə yadınıza düşməyəndə dərindən nəfəs alın. O həm də auditoriyuma icazə verəcək nəfəs almağa. Yəni bundan narahat olmaq şey yoxdur. Yəni narahat olmayın bu haqda və o dərin nəfəsdən sonra məncə fikirləriniz sizə geri qayıdacaq və o fikirlər haqqında artıq məlumat verməyə başlayacaqsınız. Bu yöndə təqdimatın formalaşdırılması daha əsasdır çatdırılmasından. Çünki istər-istəməz siz onu çatdırmasanız da siz bir slaydda əgər çatdırmaq istədiyiniz əsas nəticəni qeyd etmisinizsə, o qrafik sizin əsas nəticənin göstəricisidirsə, şəkil izah halında və siz orada statistik necə analiz etdiyinizi də qeyd edirsiniz bir cümlə ilə və gördükləri nəticə ortadadırsa, siz onu düzgün çatdırmasanız da narahat
olduğunuz halda çatdırsanız da, narahatçılıqla çatdırsanız da, onlar onu görürlər və artıq görəsəl olaraq onların beyni onu qəbul edəcək. Yəni birindən birində problem olsa, orada böyük bir itki olmur. Amma ikisində problem varsa, o böyük bir yəni orada artıq çatdıra bilməyəcəksiniz. Çatda yazılan sual oxumamışdan qabaq məndə bir fikir bildirim. Bizdə elə bir bu dəfəki forum auditoriya demək olar hamısı tələbələrdir indi həkimə və sair çıxma şərti ilə. E, Orada çıxış eləyənlər də görür ki, orada oturanlar da bizim həm yaşadığımızdır. Yəni çəkinməyə, həyəcanlanmağa gərək yoxdur. Həyəcanlananda belə elə çıxış eləyənlərin əslində özü də bir növ orada izləyici olur. Və necə ki empatiya qurursa, yəni o cəhətdən heç bir izləyici demir ki, ha, bu tələbəyə bax, həyəcanlandı və dili tutuldu. Yəni burada çıxış eləmək istəyənlər varsa, məddən sözünə də qüvvət, o cəhətdən narahat olmur. Yəni hamımız tələbəyik, hamı bir-birini başa düşür. Çıxışçının özü də izləyicidir. O cəhətdən qorxmuyor. Belə bir sual var. Çox sağ olun bu təqdimat üçün. Mövzuya aid olmayan sual verildikdə nə etmək lazımdır? Ya da verilən suala cavab verə bilmiriksə. Bunu qeyd etmədən əvvəl sənin sözünə qüvvət. Məsəl üçün jürilərdən misal gətirim. Məsələn, jüri olaraq bu forumun əsas məqsədi bizim üçün nədir? Tələbələrin elmi araşdırmanı oxuyub başa düşüb onu çatdırma qabiliyyətinin inkişaf etdirilməsidir. Yəni ona görə də biz tənqidi şəkildə deyil də tələbələrin inkişafı cəhətdən ona baxırıq. Ona görə də narahat olmasınlar. Yəni biz heç kimi, yəni jüri də olsa onların inkişafı üçün oradayıq. O cəhətdən də narahat olmasınlar ki, yəni nəsə səhv desək, səhv olsa bir problem olacaq. Xeyr, yəni inkişafınız üçün oradasınız və səhvlər olur. Səhvlər olmasa insan inkişaf edə bilmir. Mövzudan kənar verilən suallar normalda məsəl üçün biri deyə bilər ki, hansısa bir siz material şünas deyilsiniz, siz bioloji tərəfini araşdırmısınız, amma hansısa bir materialın bioloji tərəfini araşdırmısınız. Onlar verə bilər sizi. Düzü bu mövzu içərisində olur. Yenə də sizin mövzunuza aid olmasa da deyir, məsəl üçün bu materialın xüsusi bir nəyisə var və siz yenə də özünüz onun fokusunu dəyişə bilirsiniz. Məsələn, qeyd edə bilirsiniz ki, mənim bu deyə bilərsiniz ki, bu təqdimatdan sonra sizə yaxınlaşıb bunun haqqında danışa bilərik. Mən sizə yəni e-mailimi verəcəm və bizim qrupumuzda misal üçün hansısa bir tədqiqatçı həmin o dediyiniz mövzu haqqında araşdırır. Mənim əsas mövzum budur. Ona görə də o mövzu haqqında məlumatı mən çatdırmasam da sizi hansısa bir bizim tədqiqat qrupumuzdakı insana yönləndirə bilərəm. Bununla əlaqədar mən sizi yəni coffee breakdə tapacağam və s. Belə bir yönləndirmə verə bilərsiniz. Çox sağ olun cavabınız üçün. Başqa kiminsə sualı varsa, chatdan ya da səsli şəkildə bildirə bilər. Əl, Bitirməmişdim. əl Buyurun. qaldıran var deyəsən. Açıb Var. mikrofon soruşa bilərsiniz sualınızı. Məndə görünmür. Salam, ilk öncəliklə təşəkkür edirəm belə bir prezentasiya hazırladığınız üçün. Sualım biraz qarışıqdır, ona görə yazılı şəkildə ifadə eləmədim, dedim soruşum. Mən fikirləşirəm ki, bizə bilirsiniz ki, çox qısa müddət verirlər və o qısa müddətin içərisində belə özünüz də bilir dediyiniz kimi çox adama qulaq asırlar. Şəxsən mən özüm tələbəyəm və çıxıb prezentasiya eləyəndə ilk 10 saniyəni deyim, necə idarə eləmək lazım olduğunda bəzən qarışıqlar yaşayıram ki, ilk 10 saniyədə mən elə bir şey istəyirəm ki, artıq təqdimatımı dinləyənlər mən istəmədiyim halda belə onlar maraqlansınlar və dinləsinlər. Bunun üçün də çox arada qalıram ki, təqdimatı çıxıb ifadə edərkən birinci mənim təqdimatım tutalım ki, budur və gəlin baxaq kimisindən qurum cümləni, yoxsa təqdimatım haqqında qısa xülasə danışıb, misal üçün də mən təqdimatı burada eləmişəm, statistikanı burada aparmışam və nəticəni belə gəlmişəm. İndi ayrıntılarına baxaq kimisindən qurmaqda biraz çətinlik çəkirəm. Sizcə hansı daha yaxşıdır və yaxud da ki, jürilər hansına daha önləm verirlər? Qısa xülasəni danışanda artıq maraq mı qalmır, yoxsa əvvəlcədən çox qısa danışanda da məlumat çox az mı gəlir? Bunu aydınlaşdırsa sevінərdim.
Belə bir şey var. Fikir vermişsinizsə hansısa bir kitabı oxuyanda bəlirli bir müəllifin öz metodları var. Yəni çıxışlarda da hər kəsin metodları özlərinə uyğun olur və oradakı jürilərin, məsəl üçün mənim metodlarım, mən burada qeyd etdim, öz metodumu qeyd etmişəm. Yəni üçünü birdən qeyd etməyi sevirəm, ardı-ardıcıllıqla, məsələn, sual, nəticə, müzakirə. Amma hansısa bir jüri onu belə deyim də, onu istəməyə bilər, başqa bir şey istəyə bilər, amma siz hər kəsi tətmin edə bilməzsiniz. Necə ki, adi hər günlük həyatda siz hər kəsi tətmin edə bilməzsiniz. Bu da eyni dərəcədədir. Yəni burada əsas məqsəd nədir? Sizin aydın şəkildə formalaşdırmanız, sualınıza gələndə misal olaraq hər şeyi birdən, məsəl üçün deyirsiniz, belə bir metod istifadə edəndə deyəndə ki, mən indi buradan bura keçəcəm, buradan bura keçəcəm, buradan bura keçəcəm. Biraz orada e, spoon feeding deyə bir şey olur və normalda araşdırmalarda onu etmirlər. Çünki ardıcıllığı elə qoşursunuz ki, o artıq öz özlüyündə cavab verir o suallara. Yəni onu etməyə məsləhət görmürəm. Ümumən giriş olaraq normalda öz sual verə bilərsiniz. Başlanğıc olaraq onları özünüzə qarşı maraq yaratmaq istəyirsinizsə, hansısa bir çox maraqlı sual verə bilərsiniz, ya retorik sual verə bilərsiniz öz mövzunuz haqqında, ya da ki, hansısa bir suala cavab vermələrini istəyə bilərsiniz. Ondan sonra o mövzu haqqında deyə bilərsiniz ki, kimin bu mövzu haqqında məlumatı var, əlini qaldırsın. Əllərini qaldırırlar və görürsünüz ki, ümumən o mövzu haqqında məlumat yoxdur və deyirsiniz ki, mən bu mövzu haqqında mövzunun bu submövzusu haqqında məlumat verəcəm. Verməyə başlayırsınız ya da. Başlayırsınız ümumən o mövzu haqqında danışmağa. Heç onu da demirsiniz. Ondan sonra keçirsiniz artıq hipotezə. Hipotezinizi qeyd edirsiniz. Hipotezinizin nəticəsini qeyd edir. Hipotezinin sualı, nəticəsi, müzakirəsi. Yenə eyni şəkildə bunu aydın şəkildə bölürsünüz. Amma əsas fokus, əgər siz tələbələrə məlumatı aydın şəkildə çatdırmaq istəyirsinizsə, onu izah giriş hissəsində çalışın ki, diaqramlardan istifadə edəsiniz və ümumən o diaqramları böləsiniz. Məsəl üçün, 5 slayddan istifadə edə bilərsiniz, amma hər slaydda bir dediyiniz cümləni çatdırmaq üçün diaqramdan istifadə edə bilərsiniz və çox məlumat vermək əsas deyil. Əsas onlara sizin istifadə etdiyiniz terminlər haqqında məlumat verirsiniz. Ümumən danışıq içərisində. Məsəl üçün, mən nanodərmanlardan danışacağam, nanodərmanları danışıram, nanodərmanların nə olduğunu qeyd edirəm, onların istifadə metodlarını, çıxarış metodlarını. Əgər hansısa bir metodikanı araşdırırsınızsa, o metodun üzərində daha çox fokus saxlayırsınız. Amma ən çox dərmanlar haqqında danışacaqsınızsa, dərmanların müqayisə edəcəksə, dərmanlarda fokus saxlayırsınız. Yəni, fokusu belə yönləndirirsiniz və maraq saxlamaq cəhətdən slaydlar çox asan oxunduqda və dediyiniz məlumat çox, belə deyim, sakit və bir məlumatı çatdırdıqda fikir verəcəksiniz ki, 10 dəqiqə ərzində siz az və öz məlumat çatdırırsınız. Çox məlumat çatdırıb yormursunuz. Ona görə də onların fokusları sizdən dəyişməyəcək. Sizdə qalacaq fokuslar. Oldu, çox sağ olun, təşəkkür edirəm. Həqiqətən də aydınlaşdı. Belə. Əgər sual yoxdursa, son olaraq bir şey deyim. Bizdə bu WhatsApp qrupuna qoşulanlar üçün bir feedback linki atılacaq. Zəhmət olmasa onu qrupda doldurarsınız. Bizim üçün vacibdir. Sual yoxdursa, çox sağ ol Mədinə, həqiqətən bu forum üçün çox yardımçı bir webinar oldu. Vaxt ayırdığın üçün, izahın üçün. Yaxın günlərdə YouTube-a da qoyacağıq. Qoşula bilməyənlər oradan izləyər. Belə, gecəniz xeyrə qalsın. Sənin də sözün varsın. Xoş oldu. Gecəniz xeyrə qalsın. Sağ ol. Sağ olun.